Hər kəs sənə eyni şey deyir, hə? Vaxt az qalıb, oxumalıydın, artıq gecdir. Amma mən sənə tamam fərqli bir şey deyəcəm. İmtahanları kitabın başından sonuna qədər oxuyanlar yox, imtahanın dilini bilənlər tapır. Əgər bugünə qədər başlamamısansa və ya sistemin qarışıq edirsə, bu video sənin son bir ayını xilas edəcək xəritədir. Diqqətlə dinlə. Çünki bu metodlar balını minimum 30-40 bal artıracaq. Problemin təsbiti. Niyə irəli gedə bilmirsən? Çünki hər şeyi eyni anda etməyə çalışırsan. Beynin qaç və ya döyüş rejimindədir. 11-ci sinifsən, stresin zirvədədir. 9-cu sinifsən, ilk dəfə belə bir gərginlik görürsən. Amma unutma, imtahan sənin zəkanı yox, səbrini və taktikanı ölçür. Gəlindi xilas edici plana keçək. Bu üç şey etsən, nəticə qaçınılmazdır. Birinci addım, 80-20 qaydası. Bütün mövzular eyni balı vermir. Son 5-nin buraxılış suallarını aç və bax. Hansı mövzular hər il düşür? Məsələn, riyaziyyatda funksiyalar, ingilis dilində zamanlar. Enerjinin 80%-ni həmin o 20%lik mövzulara ver. Üçüncü addım, suni təzyiq. Evdə sınaq işləyərək özünə imtahana 15 dəqiqə az vaxt qoy. Beynini bu sürətə alışdır ki, real imtahanında vaxt artıq qalsın. Bu üç əsas metoddan sonra 4 dənə elmi metod daha öyrənək. Feynman texnikası. Bir mövzunu oxudun, amma tam başa düşə bilmədiyini hiss edirsən. Onu 5 yaşlı bir uşağa izah edirmiş kimi sadə dildə öz-özünə danış. Əgər sadələşdirə bilmirsənsə, deməli, hələ anlamamısan. Bu metod səni imtahandakı tələs suallardan qoruyacaq. Pomodoro. Beynini yorma. 50 dəqiqə dərs, 10 dəqiqə tamamilə telefonsuz fasilə ver. Amma bir sir deyim. İmtahana son 2 həftə qalmış, bu fasilələri ləğv et və beynini fasiləsiz 3 saatlıq imtahan rejiminə alışdır. Reallıqda məşq qabiliyyəti gətir. Boşluq analizi. Hər şeyi oxumağa vaxtın yoxdur. Bir vərəqi 2 yerə böl. Sol tərəfə yaxşı bildiklərini, sağ tərəfə həmişə səhv etdiklərini yaz. Enerjini ancaq sağ tərəfə xərclə. Bildiyin şeyi təkrar oxumaq sənə ancaq saxta güvənc hissi verir. Bal qazandırmır. Yatmazdan əvvəl 10 dəqiqə. Gün ərzində öyrəndiyin ən çətin üsturu və ya 5 ingilis dili sözünü kağıza yaz və yastığın yanına qoy. Yatmazdan tam 5 dəqiqə əvvəl onlara bax. Beynin yuxuda olan zaman ən son gördüyün məlumatları emal edir və uzun müddətli yaddaşa köçürür. Dostum, mən bilirəm, yorğunsan. Gecələr kitab üzərində yatıb qalmağın, bacarmayacağım qorxusu ilə oyanmağın hamısı keçəcək. Bir neçə aydan sonra bu stres bitəcək. Sən sadəcə bugünün haqqını ver. Özünə inanmırsansa, mənim sənə olan inanma güvən. Sən bu yol gəlmisənsə, deməli o zirvəyə çatmaq üçün də gücün var. Bu yolda tək deyilsən. Önümüzdəki günlərdə hər fən üzrə xüsusi taktikalar və imtahanın günü üçün psixoloji hazırlıq videolar paylaşacağım. Bu marafonu birlikdə bitirmək üçün kanala abunə ol və bildirişləri aç. Sənin uğur hekayən burada başlayır. Növbəti videoda görüşərik.